Ukraynanın pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Madyarbrovdi bildirib ki, 9 iyuluna keçən gecə Azov dənizində Rusiyanın kölgə donanmasına məxsus daha 14 gəmi vurulub. Beləliklə, son 4 gün ərzində zərbə endirilən gəmilərin ümumi sayı 35-ə çatıb. DJ əməliyyatı zamanı 12 neft tankeri, 1 yük gəmisi və 1 yedək gəmisi hədəfə alınıb. Bu hücumlar eyni vaxtda işğal altındakı Krımın enerji infrastrukturu və hava hücumundan müdafiə sistemlərinə endirilən zərbələrlə müşayiət olunub. Hücumlar nəticəsində işğal altındakı Xerson vilayətinin bir hissəsində elektrik enerjisi kəsilib. Ukraynanın orta mənzilli zərbə strategiyasının məqsədi Krımı Rusiyadan ayırmaq üçün yarımadanın işğalını təmin edən yanacaq, nəqliyyat və enerji infrastrukturunu sıradan çıxarmaqdır. Bu kampaniya nəticəsində Krımda yanacaq məhdudiyyətləri tətbiq olunub və mütəmadi elektrik kəsintiləri yaşanır. Robert Pravdi yayımladığı video görüntülərlə birlikdə bildirib ki, pilotsuz uçuş aparatlarının ekipajları Azov dənizində Rusiyanın kölgə donanmasına aid 12 neft tankerini, 1 yük gəmisini və 1 yedək gəmisini vurublar. Bununla da son 96 saat ərzində vurulan tanker, yük və xüsusi təyinatlı gəmilərin sayı 35-ə yüksəlib. Pravdi vurulan gəmilərin adlarını da açıqlayıb. Onların əksəriyyəti Rusiya bayrağı altında, üstə də sanksiyalar altında olan Panama bayraqlı Galyaskar Kamal tankeri və Afrodita adlı barjanı yedəyə alan Avio yedək gəmisi də hədəflər arasında olub. Ukrayna Təhlükəsizlik Xidməti ayrıca bildirib ki, hücumları 1-ci mərkəzin 20-ci K2 briqadasının, 412-ci Nemesis briqadasının və 4-cü Reyd alayının pilotsuz sistem operatorları həyata keçiriblər. Qurum vurğulayıb ki, Rusiya sanksiyalara baxmayaraq kölgə donanması vasitəsilə neft ixracını davam etdirir və əldə olunan gəlirləri müharibənin maliyyələşdirilməsinə yönəldi. 2025-ci ilin dekabrından fəaliyyət göstərən dərin zərbələr mərkəzi isə bütün hədəflərin koordinasiyasını həyata keçirib. Pravdinin açıqladığı statistikaya görə kampaniya gecədən gecəyə genişlənib. 6 iyulundan 2 tanker, 7-sində 10 gəmi, 8-də 9 gəmi, 9-unda isə 14 gəmi vurulub. Sanarməfi 17 və Krimina kimi bəzi gəmilər isə əvvəl vurulduqdan sonra yenidən hədəfə alınıb. Qeyd görüntüləri Rusiyanın zərər görmüş sanksiyalı tankerləri işğal altındakı Kerç limanına apardığını göstərib. Bildirilir ki, bu gəmilər Azov dənizinin çirklənməsinə səbəb olur. Qeyd monitoringi həmçinin Krım sahillərinə yaxın Azov dənizində yeni istilik ocaqları qeydə alıb ki, bu da gəmilərə qarşı yeni hücumların baş verdiyini göstərir. Yanğınlar Kerçin şimalında və Azov dənizinin şimal-şərqində yerləşən Taqarok yaxınlığında da müşahidə olunub. Astov vilayətinin qubernatoru Yuri Syusar pilotsuz uçuş aparatlarının Taqarok körfəzində 2 neft tankerinə hücum etdiyini təsdiqləyib. Onun sözlərinə görə ekipajlar təxliyə olunub və xəsarət alan olmayıb. Ukrayna prezidenti Volodymyr Zelenski isə bildirib ki, Stavropol və Tver vilayətlərindəki neft obyektlərinə endirilən zərbələrlə yanaşı cəbhədən təxminən 800 kilometr uzaqlıqda yerləşən ehtiyat yanacaq anbarı, Ukrayna sərhədindən təxminən 1500 kilometr məsafədə yerləşən Ufadakı neft nasos stansiyası və Rostov vilayətində cəbhədən təxminən 200 kilometr uzaqlıqda yerləşən neft yükləmə terminalı da vurulub. Zelenski bu hücumların Kiyevin Rusiyanın davam edən hücumlarına və Moskvanın müharibəni dayandırmaqdan imtinasına cavab olaraq həyata keçirdiyi uzaq mənzilli zərbə kampaniyasının tərkib hissəsi olduğunu bildirib. O vurğulayıb, biz uzun müddətdir Rusiyaya bu müharibəni dayandırmağı təklif edirik. Hər gecikən gün isə müharibənin başladığı yerə Rusiyanın özünə onun nəticələrini daha çox hiss etdirməlidir.